bir dövr oynamısınız. O futboldan anlayışı olmayanlar üçün deyim ki, yəni elə bir ki 30 dövrədə oyun olursa 28 oyuncusunuz, onun 14-ünü oynamışsınız və bombardier olmusunuz. İlk Rusiyanın yəni Sovetdən sonra ilk Rusiyanın müstəqillik dövrünün bombardieri sizsiniz. Azərbaycanlı bir adamdır. Hə, yəni bir dənə bu Spartak Moskvadan bağlı deyim. Oleg Romantsov mənə xatirimdə belə qalıb. Tez-tez siqaret çəkən və şeydir, belə ayaq üstə qalan belə şey adamdır, belə ambisiozun adamdır da, belə çox. Ondan nəsə bir xarakter, bir məşqçi kimi nəsə götürmüsünüz, yəni nə siz də belə şoka saldı ki, oyda bu belə qeyri-adi adamdır. Məsələn, belə bir şey var idi. Mənim üçün qeyri-adam idi. Nəyə görə qeyri-adamdır? Mən əsas məşq prosesindən danışıram. Məşq prosesi çox maraqlı idi. Əsas da məşqlərin çoxusu, yəni o qədər mən komandalarda iştirak edim, gördüm. Məşqçilərin çoxusu həm fizikaya, həm texnikaya çox güc verirdi. Amma mən Spartaka keçəndən sonra gördüm ki, burada hər şey toplandı, fizikaya az güc verilir və hamısı texnikada, bir də beyin işləməlidir.